Hər kəsə salam olsun əziz xanımlar. Deməli sizə indi səslənirəm hardan? Aeroportdan, Heydər Əliyev adına aeroportdan salacağam. Deməli hara gedirəm? Mən gedirəm ən çox xəyalını qurduğum, ən çox arzusunda olduğum bir yerə. Onu deməyəcəm, amma videoda özünüz görərsiniz. 10 günlük bir tətilim var və orada nə gördüm, nə yedim, nə içdim, hamısını sizə video halında qısa-qısa paylaşacağım. Amma necə paylaşacağım? Yəni orada səsli olmayacaq, yəni mənim danışacaqlarım olmayacaq, sadəcə sizə gördüklərimi göstərəcəm. Bu həm short halında, həm də ki bir mini vlog halında olacaq. İnşallah videom xoşunuza gələr. İnşallah ki siz də mənim qədər əylənərsiniz. Bol-bol yorumları, like'larınızı gözləyirəm. Tayland'a gəldik, çatdıq. Çox şükür, mutluyum. Tam burada çox mutluyum ya. Mən istəyirəm bura köçmək. Yəni bunu artıq dəqiq qərarımdır ki, bura köçəcəm. %100. Allah'ım, Tayland'a axırki ayağımı bastım. Allah'ım çok beğenci. Hələ bu görüləsi yerlərdən biri. Ama çok mutluyum. Allah'ım. Bizim Taylandda qaldığımız otaqdır. Biraz balacadır, minimaldır, amma çox qəşəngdir. Bura həm hamamda, həm ayaq yoludur. Bura bizim yatağımızdır. Ora koridordur. Belə televizorumuz var. Bura ayaq yolu və hamamdır. Yəni belə bir şey ilk dəfə görürəm. Hamamın içində karnizdə olur. Nə qəşəng görsənmir içəri. Burada bir qapı var, amma o qapı açılmır. Allah ağrımızı xeyir eləsin. Bu da bizim balaca termomuz. Burada da balaca bir şeylərimiz var. Bura 2 dənə Taylandın vazgeçilməzlərindən hazır yeməklər. Biz buna rolton deyirik, amma bunlar mən eləyəcək ki, Bakıda olmayanlardır. Təbii ben bunu lüplətirəcəm. Evet, bunları yerim ama onu boş ver. Çay, Allah'ım, bayaqdan belki 13 saatdir biz göydəyib bir dənə çay içməmişəm. Gəlib bu çayı burada içərim. Birazdan yeməyə gedəcəyik. Bugün sizə paylaşacağım. Tayland'ın kaldığımız otelde ne güzeldi bu. Minnak. Kaldığımız otelde belerdi. Şirin. Evet, bu Türkiye'de, daha doğrusu Tayland'da bizim Vasmoy kimi düşünün de, dəlixana. Bizim Vasmoy.